Salam, sabahınız xeyir olsun. 17 iyun 2026-cı il tarixdir. Yaz fəslinin 88-ci günü Məhərrəm ayının 2-ci günüdür. Məhərrəm ayının ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür. Və bu günümüz xeyirli uğurlu keçsin deyirəm. İş arxasınca 17 iyun günündə gedənlər, iş yerlərində, ofislərində işləri ilə məşğul olanlar, evdə ev işləri ilə, ev darlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığı, dinc qulaqlı, sülh əminamanlıqlı, firavanlıq, bol bərəkətli, ruzili, gözəl xəbərlərlə zəngin dolu bir gün keçirməyi arzu edirəm. 17 iyun təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələrinə, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı arzu edirəm. 17 iyunda deməli, təhsili ilə məşğul olan hər bir şəxsə qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 17 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlarına can sağlığı, səbir diləyirəm. 17 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrinə, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıq, bol bərəkətli, ruzili, gözəl, xoş xəbərlərlə zəngin, dolu, dinc qulaqlı bir gün keçirmələrini arzulayıram. 17 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 17 iyun günündə də tarixi günlər vardı. 17 iyun günündə olan tarixi günlər bunlardır. 17 iyun İslandiyada Uşaqlar Günü kimi qeyd olunur. 17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təsis edildiyi gündür. 17 iyun demək tibb işçilərinin peşə günü kimi qeyd olunur. Bu münasibətlə bütün tibb işçilərini təbrik edirəm. Hər birinə can sağlığı, işlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram. 17 iyun günündə 1935-ci ildə Amerika Birləşmiş Ştatlarında kinokampaniya olan Paramount Pictures qurulduğu gündür. 17 iyun 1944-cü ildə İslandiya Danimarkadan ayrıldı və özünü respublika elan etdiyi gün olduğu gündür. Bununla yanaşı 17 iyun 1967-ci ildə Çin Xalq Respublikası ilk hidrogen bombasını sınaqdan çıxardığı gündür. 17 iyun 1982-ci ildə isə K-50 helikopterinin ilk uçuş həyata keçirdiyi gündür. 17 iyun 1992-ci ildə Azərbaycan Respublikası ilə Belçika arasında diplomatik əlaqələr qurulduğu gündür. 17 iyun 2010-cu ildə Sankt-Peterburqda Ənənəvi Beynəlxalq Ekonomika Forumu işə başladığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.